Salam dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri. Yeni Yasamalın tam mərkəzində, Bravo Marketin qarşısında qanuni 2 otaqlı, orta təmirli bir mənzil sizlərə çəkib təqdim edirəm. Mənzilimiz 75 kvadrat metr sahədən ibarətdir. Hal-hazırda mənzilin gördüyünüz kimi qonaq otağı hissəsindəyik. Qonaq otağından eyvana çıxışımız da mövcuddur. 19 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Burada mənzilin giriş qapısı, sağ tərəfdə mənzilin sanitar qovşaqları yerləşir. Burada mətbəx, yataq otağı və bu hissədə isə mənzilin qonaq otağı yerləşirdi. Qonaq otağını sizlərə göstərdim. Dəhliz hissəni görürsünüz. Burada mənzilin əsas yataq otağı yerləşir. Bu formadadır. Gün düşən işıqlı bir mənzildir. Mənzildə bəzi təmirə ehtiyac yerlər var. Aboylarını dəyişirsiniz. Döşəməyə istəsəniz laminat da yığa bilərsiniz. Burada isə mənzilin mətbəx hissəsi yerləşir və mətbəxdən də ayrıca olaraq ikinci eyvana çıxış mövcuddur. Gördüyünüz kimi bu formadadır. Sənədlər tam qaydasındadır. Qubça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də dövlət ipotekası yolu ilə ala bilərsiniz. Sanitar qovşağı burada yerləşir. Gördüyünüz kimi hər biri ayrı-ayrılıqdadır. Burada hamam hissə və burada isə mənzilin tualet hissəsi yerləşməkdədir. Mənzilin qiyməti 165 min manat. Start qiyməti real alıcıya cüzi endirim alınacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.